qaşlım, qara gözlüm, ürəyim qan elədin. Salıb eşqin oduna sonra pərişan elədin. Yalanı bağışlamayan, özünü xaraktercə mülayim hesab edən müğənni Alma xanım incik olduğu məqamlardan danışdı. Lazımı yerdə, lazımı dəyəri görməmək məni küstürür bəzən. Maraqlıdır bu Hüseyin xanımın ideal saydığı gün necə keçir? İdeal günü istirahət günüdür, amma səhnədə olan günlər də maraqlıdır. Bu təbii ki, konsert səhnəsindən söhbət gedir. Peşəkar səhnədən. Nar gözlərini görən baxışlarından titrəyən bu dünyanın nağıl bilək, bu dünyanın nağıl bilək. Əslində bu dünya başdan ayağa nağıldır. Bu dünyanın nağıl bilən xalq artisti İlqar Muradov bugün gənc ifaçılardan kimi bəyənir? Mən ümumiyyətlə yaxşı musiqiləri sevərəkdən dinləyirəm. Yaxşı musiqini qulaq özü axtarır. Mən fərq qoymayacağam. Çox yaxşı kollegalarım var, o qədər talantlı gənclərimiz var. Hamısını sevirəm və sevərəkdən dinləyirəm. Böyle olmamalıydı. Aşk ağaç gibi yırtılıp fırlatılmamalıydı. Gözəl görünüşü ilə hər zaman diqqət çəkən müğənni İradə İbrahimova əməliyyat etdirməyi istəsə də həkimlərin etirazı ilə qarşılaşıb. Həkimlər hesab edib ki, İbrahimovanın üzgərimə əməliyyatı etdirməyə ehtiyacı yoxdur. Lakin sənətçi bildirib ki, üzünə müxtəlif baxım prosedurları edir. Qeyd edək ki, müğənni hər zaman formada qalmaq üçün çoxlu tərəvəz yediyini deyib. Ya peki düşündüğün gibi çıkmaz ya olmaz. Dünya şöhrətli Hollywood aktrisası Angelina Jolie'nin həddən artıq arıqlaması övladlarını narahat edir. Sosial şəbəkədə yeriyən sklet adlandırılan 49 yaşlı sənətçinin iştahının açılacağı və kökələcəyi ümidi ilə övladları onun üçün pikniklər təşkil edirlər. Həkimlər ulduzun əzələ kütləsinin qəfil itirilməsi səbəbindən osteoporoz inkişaf etdirə biləcəyini vurğulayıblar. Qeyd edək ki, 170 sm boy olan Angelina Jolie hazırda 45 kiloqram çəkidədir.